Deyir ki, müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən inkişafını izləməyi, öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək, onlardan özlərinə daha uyğun olanları qeyd etmələrini tapşırır. İlk öncə sualım sizədir, Həbbə müəllimə. Sizcə burada bizdən hansı kompetensiyanı soruşur? Sonra buna uyğun kompetensiyanı seçərik. Bax, Özünü inkişaf etdirmə. Bəli, özü ilə bağlı strategiya, özünü tanımaq, özünün gələcəyi ilə bağlı, karyerası ilə bağlı planlar qurmaq burada hansındaydı? Hansı kompetensiyadaydı? Kompetensiyanın adı tam yadımda deyil, ancaq yəni özünü inkişaf. Bəli, elə bəli, doğrudur. İndi gəlin baxaq digərlərinə. Bax, altıda deyir ki, adam yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri haqqında məlumatlı olmaq. Bu hansı kompetensiyanı sizə xatırladır? Beynəlxalq mədəniyyətlər, yəni ümumi dünya, milli. Müstəviyə xidmət. Bəli, doğrudur. Bunu çıxdıq. Bizdə nə istəyir? Dedik axı, aha, bu lazım deyil. B-də deyir ki, ideyaların reallaşdırılması üçün müxtəlif kontekstlərin, imkanların olduğunu bilmək. Bunu hansına uyğun götürə bilərik? İdeyaların reallaşdırması üçün müxtəlif kontekstlərin, imkanların olduğunu bilmək. İdeyaları reallaşdırmaq. Sahibkarlıq. Sahibkarlığı da bəli, elə sahibkarlıq. Sonra C. Məsuliyyətli vətəndaş kimi dövlətin ictimai həyatında iqtisadi konsepsiyaları nəzərə alaraq iştirak eləmək. Vətəndaş. Aha. D-də müxtəlif dillərdən səmərəli istifadə etmək, lüğət ehtiyatına Xarici dil. Hayır. Aha. Çox E-də çox dil bilmək istəyirəm. Bəli, İbrahim müəllim, doğrudur. E-də deyir ki, Hə. özünün fiziki, psixoloji, emosional durumunu sağlam saxlamaq, sağlam düşüncə haqqında məlumatlı olmaq. Özü haqqında bir növ, yenə deyirəm, hansını götürürük? Elə özünü öyrənməkdir mənim belə. Bəli, 6-da verilən sualda bu situasiya sualla oxşardımı? Eyni mənaya gəlirmi? Özü haqqında məlumat olmaq, öz strategiyasını müəyyənləşdirmək, özünün inkişafını izləmək, emosiyalarını idarə edə bilmək. Aydın oldu, nəyə görə eyni götürdük? Bəli, müəllim. Aha, sonra 9 dediniz. 9-a kimi var? Yoxdur. Gəlin baxaq. Deyir ki, şagirdlər yaşıl enerji çağırışı adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehsalını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihəyə məktəbdə digər şagirdlər də cəlb edilir. Deməli, verilmiş situasiya ilə bağlı hansı yanlışdır? Burada layihə işi var. Uşaqlar birlikdə əməkdaşlıq layihədə yadınızda saxlayın ki, layihə varsa, burada həyatla əlaqələndirmə var. Bir neçə, məsələn, inteqrasiya var. Həm həyata inteqrasiya ilə bilər, həm bir neçə fəndə inteqrasiya ola bilər. Layihə geniş anlayışdır. Belə bu haqqda məlumat verdim. Sonra keçək indi suallara, situasiyaya baxaq. Yanlışı soruşur. Verilmiş layihə şagirdlərdən müxtəlif fənlərlə bağlı. İndi inteqrasiyanı, əlaqəni deyir. Müxtəlif fənlərlə deyir əlaqələndirmək. Layihə varsa dedim ki, həm müxtəlif fən, həm həyatla əlaqələndirmə olacaq. B-də deyir ki, layihə işinin effektiv nəticələnməsi şagirdlərdən vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək bacarığı tələb edir. Bəli, yəni vaxtı səmərəli idarə edə bilən, yəni şagird həm vaxtını səmərəli idarə etməlidir ki, bu layihəni hazırlaya bilsin. Layihəni hazırlamaqdan ötürü müəyyən müddət qoyulur şagirdlərin qarşısında. Bu müddət məsələn 1 həftə ola bilər, 2 həftə ola bilər, 1 ay ola bilər. Yəni layihə anlayışı yenə deyirəm, geniş anlayışdır. Yəni bu müddət içərisində şagird vaxtını idarə etmə bacarığına malik olmalıdır. Ona görə bu da doğru cavabdır. Bunu yanlış götürmürük. İzahatlar aydın olur sizə Günay müəllimin səhv idi bu dərsdən səhv eləmirəmsə. Necə müəllimə? İzahatlar sizə aydın olur? Variantlar. Bəli müəllimə, bəli. Aha, A-nı çıxdıq, B-ni çıxdıq.
Gəlir hissəyə. Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığının formalaşdırılması baxımında effektivdir. Məsələn, bir layihə var. Bu layihədə əməkdaşlıq var da Günay müəllimə. Əməkdaşlıq zamanı şagirdlərdə ünsiyyət, diskussiya olacaqmı? Bəli, müəllim, əlbəttə olacaq. Bəli, ona görə C-ni doğru cavab kimi götürürük. C-ni də çıxırıq. Biz yanlış axtarırıq burada. D-yə baxaq. Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyatı problemlərin həllində istifadə edəcəklər. Bayaq buna nə demişdim? Uşaqlar hər tərəfli inteqrasiya eləyəcək. Həm həyata inteqrasiya eləyəcək, həm müxtəlif fənlər arasında inteqrasiya. Çünki böyük bir layihəni ortaya qoymalıyıq. Layihə geniş anlaşılır. Layihə çıxardacaqlar ortaya. Ona görə bu da doğru cavabdır. İnteqrasiya varsa layihədə, bu da doğru cavabdır. Edi deyir ki, layihənin gedişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi onlarda savadlılıq kompetensiyasının inkişafına təsir edəcək. Yadınızda saxlayın Günay müəllimə. Motivasiya varsa, motivasiya ən çox sabitkarlıqdadır. Sabitkarlıq kompetensiyasındadır. Savadlılıq kompetensiyasında deyil. Ona görə Y variantı yanlış variantdır. Aydın oldu. Bəli, müəllimə, çox sağ olun, aydın oldu. Buyurun. Sonra bir dəqiqə görüm, çata kimsə nəsə yazıb. Aha, Jalə müəllimə məndən qabaq yazıb. Əla, çox gözəl Jalə müəllimə. Təşəkkür edirəm sizə. Sonra buyurun. 18-ci suala qədər yoxdursa bir dəqiqə ona baxa bilərsiniz. Yaxşı. 18-ə kimi var müəllimlər. Var müəllim 14-cü sual. Baxaq. 14-ə kimi var. Yoxdursa 14-ə baxaq. Gəlin 14-ə baxaq. Şagird qarşısına qoyduğu məqsədlərə Bir dəqiqə. Şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünə inam artır, hələ çatmadığı hədəflərin səbəblərini araşdırıb, səhvlərini təhlil edir, uğurlarını və uğursuzluqlarının səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərindən araşdırmağa qərar verir. Deyir bizdən nəyə soruşur? Doğru hesab edilmir. Variantlardan deyir hansı səhvdir? Səhvi soruşur. Şagird öz bacarıqlarını müəyyən etməklə bağlı səriştəyə sahibdir. Burada nə deyir İbrahim müəllim? Özü ilə bağlı. Deyir məsələn, görür ki, hansı mövzularda, hansı sahədə məqsədinə çatıb, hansına çata bilməyib, uğurların səbəbini müəyyənləşdirir. Özü ilə bağlı məlumatlıdırmı bu şagird? Bəli müəllim. Doğrudur. Anı çıxırıq. Bizə yanlış istəyir yenə. Anı çıxdıq. B-yə bax. Şagird öyrənmə strategiyaları haqqında məlumatlıdır. Bəli, şagirdin özünün strategiyası var. Şagird yenə bax, uğurlarını, uğursuzluqların səbəbini öyrənəndən sonra müəyyən bir strategiya müəyyənləşdirəcək özünə bağlı. Uğursuzluqları da aradan qaldırmaq. Çünki qaldırmalıdır bu uğursuzluqları aradan. Burada da bir strategiya var. Ona görə B də doğrudur. B-yi də çıxırıq. C-yə baxaq. Şagirddə problemin həlli üçün qərar qəbul etmə bacarığı inkişaf edir. Bəli, doğrudur. C-ni də çıxırıq. Şagird vaxtdan səmərəli istifadə etmək bacarığına malikdir. Saxlayaq. Şagirdin məqsədə çatmaq üçün daxili motivasiyası inkişaf edib. Məsələn, bu şagirdin özünün daxili motivasiyası nəyə görə deyir inkişaf edib? Çünki öz səhvlərini təhlil edə bilir, uğurlarını, uğursuzluqlarını müəyyənləşdirə bilir. Motivasiyası olan insanda bu hallar olur, bu situasiyalar olur. Amma məsələn, vaxtın idarə olunması ilə bağlı bir situasiya yoxdur axı. Gəlin situasiyanı bir də oxuyaq, təkrar oxuyaq, yadımıza təzələnsin. Şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünə inam artır. Baxın, motivasiya, özünə inam artır. Özünü motivasiya edir uşaq. Hələ çatmadığı hədəflərin səbəblərini araşdırıb, səhvlərini təhlil eləyir. Səhvlərini təhlil edən sonra da özünün strategiya müəyyənləşdirir. Uğurlarını, uğursuzluqların səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərindən araşdırmağa qərar verir. Burada məsələn, vaxtın idarə olunması ilə bağlı bir situasiya, bir vəziyyət gördünüz siz? Vaxtla bağlı. Xeyr müəllim. Yoxdur. Digərləri görürsünüz, birəbir uyğun gəlir. Amma vaxtla bağlı bir məqam yoxdur. Ona görə D variantı yanlış variantdır. Aydın oldu İbrahim. Başa düşdüm. Buyurun. Bəli müəllim. Sonra başqa. 18-ə kimi var. 17-yə də baxaq müəllim. Ondan 2 başa. Gəlin 17. Yəni bir də 12-yə baxa bilərik.
Zəhmət değilsə. Yaxşı, gəlin 12 qayda. Son olaraq məndə 12-dir. Aha, 12. Aha, uyğunluğu soruşur. İndi uyğunluğu. Aha, deməli, bir də deyir ki, riyazi savadlıq kompetensiyası və riyazi biliklər heç bir fərq olmayan bir-birini əvəz edə bilən termindir. Qarşısına yazıb yanlış. Riyazi savadlıq Doğrudur. kompetensiyası. Bəli, doğrudur. Riyazi savadlıq kompetensiyası, Həbbə müəllimə, daha geniş anlayışdır. Yəni bu kompetensiya sırf biliklərdən ibarət deyil. Riyazi biliklər sırf bilikdir. Terminlərdən, biliklərdən ibarətdir. Amma kompetensiya geniş anlayışdır. Burada bacarıq var, vərdiş var, bilik var, həyatda tətbiq var. Məsələn, mən dedim axı, bu riyazi kompetensiya sırf bizdə riyazi tətbiqlər üçün yox. Məsələn, real həyatda marketə gedirik, orada müəyyən hesablamalar aparırıq. O üçün də lazımdır bizə. Ona görə deyirik ki, bu yanlış cavab yox, doğru cavabdır. Aha, əvəz edə bilən terminlərdir. Daha doğrusu yanlış cavabdır. Biri götürürük doğru kimi daha doğrusu. Bir doğrudur. Biri götürdük. Qarşısına yanlış yazıb, bəli, yanlışdır. Sonra 2. Müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarına cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin formalaşdırmasını təmin edə bilir. Bilirsiniz bu nə deyir bir növ? Ünsiyyəti standartlaşdırmaq deyir, şagirdləri standartlaşdırılmış ünsiyyət formasına cəlb etməklə onlarda ilk öncə onu deyim ki, hər hansı bir sahəni standartlaşdırmaq, yəni çərçivəyə salmaq düzgün anlayış deyil. Burada yanlış deyir. Bir də ünsiyyəti, məsələn, fəal vətəndaşla əlaqələndirmək, ünsiyyət əsasən biz hansında savadlıq kompetensiyasında görmüşdük də, ana dilində ünsiyyət, savadlıq kompetensiyasına. Həm də burada fəal vətəndaş mövqeyi deyir. Qarşısında da doğru yazıb. Sizcə bu doğru olar? Həm standart deyir, çərçivəyə salır, həm ünsiyyəti götürür, fəal vətəndaş mövqeyinə uyğunlaşdırır, qarşısında da götürüb doğru yazıb. Sizcə Həbbə müəllimə, bu doğru cavab olar? Həbbə müəllimə. Xeyr müəllim. Bəli, yanlışdır. Bəli, Kəmalə müəllimə, doğrudur. Bu yanlış cavabdır. Ona görə 2-ni çıxırıq. 3-ə baxaq. Öz düşüncələrini, duyğularını və fikirlərini effektiv şəkildə ifadə etmək bacarığı şagirdlərdə özünü ifadə səriştəsinin formalaşdığını deməyə əsas verir. Öz düşüncələri, bəli, doğrudur da, bu niyə yanlış olsun ki? Qabağına yanlış yazıb. Öz düşüncələrini, duyğularını, emosiyalarını idarə edə bilmək, özü haqqında məlumatlı olmaq, öz gələcəyi barədə planlar qurmaq, bunların hər biri dedik ki, hansı səriştədir? Özünü ifadə səriştəsindədir. Bu doğrudur. Amma qarşısına yanlış yazıb. Ona görə bunu götürmür. Bu səhv cavabdır. 4-ə baxaq. Şagirdlərdə riyazi savadlıq kompetensiyasını formalaşdırmağın yollarından biri də tədris prosesində fən-üstü inteqrasiyasından istifadə etməkdir. Qarşısına yazıq doğru. Biz demişdik ki, müəllimlər, fən-üstü inteqrasiya həyatla əlaqələndirməkdir. Riyazi savadlıq nə demişdik? Riyazi savadlıq dedik ki, təkcə yəni terminlərdən, riyazi biliklərdən ibarət deyil. Həmçində həyatla əlaqələndirmə var. Baxın, evdə deyim, adi ölçü-biçi işləri. Tutaq ki, gedirsiniz evə xalça almaq istəyirsiniz. Yaxud da xalça almaqdan ötürü bir evin ölçüsünü götürəcəksiniz də. Ölçüsünü götürüb gedib ona uyğun xalça alacaqsınız. Bu da riyazi savad tələb edir. Və yaxud da yenə deyirəm, cibinizdə 20 manat pul var, 20 manatdan gedirsiniz marketə alış-veriş eləməyə. Fikirləşirsiniz ki, mən cibimdəki büdcəyə uyğun alış-veriş eləməyim. Gedib məsələn, tutaq ki, 50 manatlıq nəsə götürmürsünüz, gəlib kassada qalacaqsınız da. Sizdə bir riyazi savad olmalıdır ki, kompetensiyası cibinizdəki pula uyğun, büdcəyə uyğun gedib alış-veriş eləyəsiniz. Ona görə burada fən-üstü də həyatla əlaqələndirməkdir. Bəli, doğrudur. Ona görə doğru da qarşısına yazıb, doğru cavab kimi də 1 ilə 4-ü götürürük. Cavab E variantı. Aydın oldu izahat müəllimlər. İzahat Xeyr müəllimə. Aha, əla. Sonra dedik səhvlərimiz hardadır? 17-ci suala baxacağım. Hə, 17-yə baxaq. Aha, 17. Bu cədvəllərdə ən çox sizin səhviniz elə bu cədvəldədir İbrahim müəllim. Uyğunluğu bax, həmişə diqqət edin əvvələ. Son dərəcədə diqqətli olun. Uyğunluq yaza bilər, uyğunluğu soruşa bilər və yaxud da uyğunsuzluğu. İndi uyğunluğu soruşur. Burada heç yəni o qədər də bizi çaşdırmayacaq. Çünki doğrunun altından doğrunu götürəcəyik. Yanlışın altından da yanlışı götürəcəyik. Gəlin görək. Deyir ki,
Öyrənməyi öyrənmək səriştəsinə malik şagird öz öyrənmə prosesinin məsuliyyətini dərk etməsi və fəaliyyətinə nəzarət edə bilməsi ilə seçilir. Bəli, doğrudur. Məsələn, bu şagird özü ilə bağlı, öz məsuliyyətini dərk eləməsinə bağlı məlumatlıdır. Bu da öyrənmək kompetensiyasına aiddir. Bu doğrudur. Bunu götürdük. 2-yə baxaq. Doğrunun altından yazılır. 2-yə baxaq. Öyrənməyi öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyətində aktivliyi və məlumatları yaxşı yadda saxlamaq ilə fərqlənir. Aha, bunu saxlayaq, müəllimlər. Bunu saxlayaq. Keçək 3-ə. Öyrənməyi öyrənmək səriştəsinə malik şagirdin verilən rəyləri dəyərləndirib nəticə çıxartmaq və fəaliyyətini planlaşdırmaq bacarığı yüksək inkişaf eləmişdir. Deməli, bu sualı kimlər düz yazıb? Bunu kimlər Mən düz? düz yazmışam. Şəfqə müəllimə düz yazıb. Sonra Burada 1 ilə 3-dür də məncə, düzdür? doğru cavab, siz düz deyirsiniz. Kəmalə müəllimə, 1 də doğru cavabdır. 1 Doğru cavabdır. Amma biz Hı-hı. yanlışın altından verdik. Yanlışın altından verdiyinə görə biz yanlışın altından yanlışı seçməliyik. Bir də deyirəm. Bu tipli testlərdə uyğunluğu istəyirsə, bax yuxarıda verilib də, yuxarıda doğru yazılıb bir istiqamətdə. Çərçivənin bir istiqamətinə yanlış yazılıb. Biz bu doğru yazılanın altından doğruları seçib götürürük. Yanlış yazılanın altından da yanlış cavabı seçib götürürük. Bax, Kəmalə müəllimə deyir ki, 3 doğrudur. 3 cavab olaraq doğrudur, amma variant olaraq biz yanlışın altına 3-ü götürə bilmərik. O doğrunun altından verilsəydi götürə bilərdik, amma yanlışın altından verildiğinə görə yanlış variantı seçib götürəcəyik. 4-ə baxaq. 4 deyir ki, öyrənməyi öyrənmək səriştəsinə malik şagird tapşırığın icrası, yəni məlumatların əldə edilməsi zamanı müəllimin nəzarətinə mütləq şəkildə ehtiyac duyur. Axı belə bir şey demədik. Öyrənən şagird özü müstəqil şəkildə öyrənə bilir. Onun mütləq müəllimə ehtiyacı yoxdur, mütləq şəkildə. Müəllimə ehtiyacı ola bilər, amma mütləq şəkildə ehtiyacı bu yanlışdır. Aydın oldu bu.